Qardaşım, nusus, yəni Quran və sünnə açıq aydın şəkildə dəlalət edir ki, günahlar iki qismə bölünür. Var böyük günahlar, var kiçik günahlar. Kiçik günahlara kəffarə olan şeylər çoxdur. Yəni, birdən əgər sən tövbə etməsən, müəyyən şeylər var ki, onlar sənin kiçik günahlarına kəffarədir. Elhamdülillah. Onlardan biri də sənin böyük günahlardan çəkinməyindir. Qardaş, Allah Subhanahu və Teala Quranda görün nə deyir? Böyük günahlardan çəkinin, sizin kiçik günahlarınıza kəffarə olsun. Kəffarə edək. Yəni, sənin böyük günahlardan çəkinməyin kiçik günahlarına kəffarədir. Lakin, böyük günahlar üçün kəffarə yalnız sənin tövbə etməyindir. Bu, cümhur alimlərin görüşüdür. İbn Rəcəb bunu cümhur alimlərə nisbət edir. Şeyxülislam İbn Teymiyyə rahimehullah bu görüşə meyl edir. Yəni, sən birdən böyük günah etsən, yalnız tövbə ilə bağışlanır, qardaş. Ona kiçik günahlar kimi kəffarə olan şeylər yoxdur. Tövbəsiz o günah bağışlanmır. Mən sizə böyük günahların bir neçəsini qeyd edirəm. Nəmmamlıq böyük günahdır. Qadına arxadan yaxınlaşmaq, canlı varlıqların rəsmini çəkmək, ismətli qadını zinada ittiham etmək, qumar oynamaq, yaxud mərc etmək, sahabələri söymək, faiz əməliyyatlarında iştirak etmək, gümüş qabda nəsə içmək, sehirbazın yanına getmək, qadınların açıq-saçıq geyinməsi, yalandan and içmək, yalana şahidlik etmək, valideynlərin üzünə ağ olmaq, yaxud onları söymək, namazı tərk etmək, əsir girib hələm zöhrü qılmamısan, böyük günahlardandır. İşə görə cümə namazını tərk etmək, qadının əri yatağa çağıranda ərindən imtina etməsi böyük günahdır. Sədəqə verir, sonra minnət qoyur, böyük günahdır. Qohumluq əlaqələrini kəsmək, bədənə tatu vurmaq, parik saç qoymaq, insan öləndə vay-şivən qoparıb ağlamaq, bank yolu ilə nəsə almaq, məsələn, ev almaq. Böldən sonra, yəni kiçik bayıra çıxandan sonra təmizlənməmək. Yəni, insan ehtiyacını ödəyəndən sonra təmizlənmir. İnsanların qeybətini etmək, rüşvət vermək, yaxud almaq, zina etmək, oğurluq etmək, döyüşdən qaçmaq və s. Bu kimi əməllər böyük günahdır. Digər şeylər kəffarə ola bilmir. Mütləq tövbə etməlisən.